Salamlar. Şablon səslənəcək, amma ötən videoda dəstəyinizi görmək həqiqətən xoş idi. Yəqin ki, onu gördüyüm üçün indi yenidən fikirlərimi sizinlə bölüşmək üçün kameranın qarşısına keçə bilirəm. Bugün isə istəyirəm ki, 2026 yeni daxil olmuşkən həm yeni ilə bağlı, yeni planlarla bağlı biraz dilə gətirilməyənlərdən danışaq. Həm də ki, əslində əsas məqsədim scrollingə, bizim bu ekran sürələrimizin sonu necə olacaq? Bunu danışmaq istəyirəm. Çünki özüm də bunun əziyyət çəkirəm və mənə elə gəlir ki, belə mövzularda ümumiyyətlə ekran sürəsi çox az olan birinin bunu danışması biraz çox az inandırıcı olmaya bilər. Çünki yəni onsuz da onun belə bir problemi yoxdur. Amma ki, biri əvvəlcə mən çox vaxtının çox hissəsini scrollingə həsr edirsə, bundan xilas olmaq üçün yollar axtarır və müəyyən dərəcədə buna müvəffəq ola bilirsə, onunla danışmaq, onunla məsləhət almaq daha yaxşıdır. Yeni ilə aid biraz dilə gətirilməyənlərdən danışaq. Bu bayram, bilmirəm niyə mənə belə hiss etdirdi. Normalda son illərdə mən yeni ilin möcüzə bayramı olduğunu düşünürdüm. Əgər bir arzum varsa, mütləq yeni ildə onu arzulayırdım və ya çox inanırdım ki, yeni ilə necə girsəm, yeni il elə davam eləyəcək. Bəlkə böyümək budur. Fərqinə varırsan ki, artıq sənin bu hissləri yaşamağın üçün hər hansı bir xüsusi bayrama ehtiyac yoxdur. Məsələn, yeni ilə necə girsəm elə davam eləyərəm fikri bəlkə disiplinə gətirib çıxarır məni. Və bu da artıq böyüdükdən sonra bu disiplini müəyyən qədər həyatında oturda bilirsənsə, rutinin olursa, yəqin ki, bunun üçün özəl bayrama ehtiyac qalmır. Bundan əmin deyiləm. Amma nədənsə bu il belə hiss eləmədim. Bayram gözəldir. Normalda gününü tək keçirirsənsə, işlərinlə məşğulsansa, bir neçə gün kimlərləsə, sevdiklərinlə, yaxınlarınla birlikdə vaxt keçirmək, istirahət eləmək, gülmək çox gözəldir. Amma dediyim kimi bu il nədənsə o əvvəllər hiss etdiyim o hissi yaşamadım. Və bir digər yaşamadığım hissdə hər şeyi, bütün yeni planlarım falan hamısını yeni ildə eləyəcəm. Bu ümidə bağlamadım. Yəqin ki, bu əslində böyüməklə bağlıdır. Bununla mənə nə qədər ciddi alırsınızsa. Çünki Instagramda postlarımda da bunu paylaşırdım ki, əgər yeni ilə bağlı bir arzumuz varsa, onu dekabrdan eləyək məsələn. Bunu bu il tətbiq eləməyə çalışıram. Mənim Instagram səhifəm o mükəmməl həyatdan tamamilə uzaqdır. Orada mükəmməl 5-15 addımlı səhər rutinləri, vloqları yoxdur. Estetik görüntülər yoxdur. Davamlı kontentlər yoxdur. Çünki nə vaxt deməyə sözüm olursa, nə vaxt nəyisə danışmaq istəyirəmsə, onu danışıram, onu bölüşürəm. Sadəcə kontent xətrinə davamlı paylaşım eləmək gördüm ki, məni yorurmuş və elə heç məhsullar hiss eləmirəm. Bir müddətdən sonra fikirlərim bir-birini təkrarlayır. Yəni, biraz ara verməliyəm ki, həyatımda nələrsə baş versin və mən onu sonradan kontentə çevirə bilim. Bir postlarımda qeyd elədiyim o fikirlər də həqiqətən həyatımın müəyyən dövrləri ilə səsləşən fikirlərdir. Bəlkə köhnə dövrlərdən, bəlkə indiki dövrlərdən, amma səsləşən fikirlərdir. Və bu il mən də düzdür, çox böyük addımlar deyil, amma müəyyən dərəcədə bir şeyləri dəyişdirməyə çalışıram. Bunlardan biri, mən 2022-ci ildə, 2022 və 2023-cü illərdə jurnal tutmağı çox sevirdim. Journaling dediyimiz günlərimi yazmaq, fikirlərimi yazmaq.
Bu biraz gündəlik konseptindən uzaqdır mənə görə. Gündəlikdə mən heç bir bəzək falan eləmədən sadəcə hisslərimi, düşüncələrimi yazıram. Ancaq jurnal olanda, jurnal halında yazanda sən journaling halında yazanda sən onu müəyyən dərəcədə rəngli stikerlər, rəsmlər və s. işlədirsən. Mən bunu eləmək istəyirdim. Başladım. Və fərq buradadır ki, ötən illərdə mən bunu eləmək istəsəydim, ay Allah, mən filan dəftəri almalıyam, filan stikeri almalıyam, bir də qara qələm olmasa yaza bilmərəm falan deyib bunu təxirə salacaqdım. Bugün isə mən sadəcə əlimdə olan bir dəftərlə, əlimdə olan qələmlə və əlimdə olan 2-3 stikerlə başladım yazmağa və özümə bir challenge deyək, etdim ki, əgər bunu davamlı yazıb bitirə bilsəm ki, mənə yaxşı gəlir, yazıb bitirə bilsəm, daha sonra o istədiyim dəftəri, qələmi falan hamısını alacağam. Bəs bunu danışmaqda məqsədim. İndi mövzunu gətirəm, əsas hissə scrolling ilə bağlı. Bu yolda elədiyimiz səhvlərdən məncə ilki budur ki, və ən əsası budur ki, mən scrolling eləməyi dayandırmaq istəyirəm. Niyə? Mən yeniyetmə vaxtı YouTube'da vloglara baxırdım. Səhər 5-də durub kitab oxuyurlar, idman eləyirlər, daha sonra işə gedirlər və s. Və mən bunları izləyəndə məktəbli idim. Mən səhər 5-də durub kitabı oxuyurdum. Evdə idmanımı eləyirdim. Amma sonra məktəbə gedirdim. Məktəbdən çıxıb hazırlığa deyək ki, gedirdim. Yorğun gəlirdim və bir müddət sonra artıq bu döngü məni yormağa başlamışdı. Və heç məsullarda hiss eləmirdim. Çünki 5-də oyanıb dincəlməyə vaxtım olmurdu. Günorta məsələn gəlib yata bilmər. Günorta yatmağa vaxtım yox idi. Axşam isə yenə yata bilmirdim. Çünki dərslərim var idi. Əgər yatsaydım, səhər 5-də oyanıb dərslərimi eləsəydim, bəs mənim kitab oxumağım, bəs mənim idmanım. Yəni mən ilhamlanmışdım, amma düzgün ilhamlanmamışdım. 5-də durmaq çox gözəl idi. Ancaq bunu düzgün şəkildə eləməmişdim. Özümə uyğunlaşdırım dediyim anda, əksinə bunu birbaşa köçürmüşdüm. Scrollingdə də bunu nəzərə almalıyıq məncə ki, mən scrolling eləmək istəmirəm. Okay, onun əvəzində nə edəcəm? Mən bunu tapa bilmirdim və bunu tapa bilmədiyim üçün sadəcə boş qalırdım və dedim ki, okey, eləməyə heç nəyim yoxdur, gedim scrolling edeyim, əylənərəm. Bunu tapmaqda biraz baş qarışdırıcı ola bilər, çünki dedik ki, köçürməyək, ilhamlanaq, uyğunlaşdıraq, amma eynisini etməyək. Bəs bunu necə tapacaq? Sınayaraq. Rəsm çəkməyə sınayaq, bir gün kitab oxumağı sınayaq, bir gün film izləməyə sınayaq. Və əminəm ki, arada birini biz çox sevəcəyik və ya bir neçəsini rutinimizə əlavə eləmək istəyəcəyik. Necədə biz scrollingimizi azaldacaq. Bununla yekunlaşırmı? Yekunlaşmır. Elə scrolling elədiyim anda bir video gördüm ki, bu da yenə çox bilinən, yəqin ki, siz də bilirsiniz, bir fikirdir. Düşün ki, hazırda sənin həyatın filmdə və sinemada göstərilir və tamaşaçılar, izləyicilər səni bu dəqiqə görsəydi nə hiss verərdi və sənə deyərdi ki, ürəyində, bəs bunu eləməz, get o işi gör. Bu cümləni eşidəndə ağlınıza gələn o iş nədirsə, gedib onu görməlisiniz. Belə xatırlatmalar eləyə bilərik. Və ya digər bir üsul texnikalardan istifadə eləmək. Hansı texnikalar? Məsələn, Pomodoro üsulu. Mən məktəb vaxtından tanışam bu üsuldan, eləyirdim. Sonradan unutdum onu, amma indi yenidən geri qayıdıram. Əslində, videonun əvvəlində dedim, yəqin ki, böyümək budur və s. Amma böyümək bir yandan da mənim yeniyetmə vaxtı o qaçdığım özüm var idi. Hansı xüsusiyyətlər ki var idi məndə. Mən amma ondan qaçmaq istəyirdim. Böyümək həm də bir yandan yenidən o yeniyetmə halındakı o xasiyyətinə geri qayıtmaqdır. Çünki başa düşürsən ki, əslində sən elə oymirsən. Sən yeniyetmə olanda düşünürsən ki, başqası belədir, başqası belədir. Mən belə olmalı deyiləm, mən də özümü dəyişdirim.
Amma o səni elə bir boşluğa salır, elə bərbad hisslər keçirirsən ki, heç yerə aid hiss eləyə bilmirsən və az qalır ki, özünü də unudasan ki, yaxşı, bəs mən yolun başında necə idim? Böyümək burada başlayır ki, sən əvvəlki özünü xatırlayırsan və yavaş-yavaş ona geri qayıtmağa çalışırsan. Bu, sənin rutinləri və geri qayıtmaqla ola bilər, yeni rutinlər yaratmaqla ola bilər. Çox gözəl hissdir amma. Məni yaxşı hiss elətdirir. Ancaq yenə də scrollingim tamamilə azalıb mı? Yox. Hər nə qədər gün içində produktiv olsam da, gün sonunda düşünürəm ki, özümə vaxt ayırmadım və scrolling eləmək istəyirəm. Buna da baxım, onu da oxuyum, bunu da izləyim və gəlir gecə saat neçə olur, mən hələ də yatmamış oluram və halilə də mənim yuxu rejimim də korlanır. Digər bir üsul, yeni həm gördüyüm, həm də sınarkən faydalı olduğumu təcrübədən keçirdiyim bir üsuldur. Mən yayda yoga dərslərinə gedirdim və dərslərimiz həftədə 2 dəfə bir axşam və bir səhər olurdu. 9-da səhv eləmirəmsə. O səhər dərsə gedəndən sonra, orada yoga dərsindən sonra evə qayıdanda düşünürdüm ki, mən bu qədər gözəl orada enerji sərf elədim, həm dincəldim, həm mənə ən azından bir neçə saat telefondan uzaq, sadəcə bədənimlə vaxt keçirdim. Həm də faydalı bir şey elədim və çalışırdım ki, gələndə bu enerjini, bu yaratmaq enerjisini mi deyim, bir şeylər etmək enerjisini mi deyim, davam elətdirim. Produktiv olurdum və həmin vaxtlar həm də mən IELTS imtahanıma hazırlaşırdım. O cəhətdən produktiv olurdu. Amma bəzi günlər heç olmurdu. Gəldiyim kimi yatırdım. Əgər siz özünüzü həddindən artıq mükəmməl olmalısınız deyə düşünürsünüzsə, olmayacaqsınız. Təcrübə əsaslı. Hələ də bəzi şeyləri, hətta bir çox şeyləri edəndə özümdən savaş halındayam. İstəyirəm ki, mükəmməl olsun. Amma mükəmməl olması üçün başlamalıyam. Ona görə dediyim kimi o kiçik, məsələn, journalingə yeni dəftər almaq əvəzinə hazırda əlimdəki ilə başlayıram ki, indi başlamasam mən o vərdişi qazanmayacağam və yeni dəftəri də yəqin ki, almayacağam. Alsam belə mən onu işlətməyəcəm. Ortaca qalacaq. Çalışıram ki, indi ağlıma gələn ideyalar, fikirlər həvəs olaraq qalmasın. Onları qeyd edirəm, haqqında düşünürəm. Yoga ilə bağlı çəkdiyim misalda yenə mən scrolling edərkən qarşılaşmışdım. 75 gün ərzində bir gənc və orta yaşlı bir bəy hər səhər buz vannası qəbul eləyir və bu dəqiqəni gedərək artırır və deyir ki, bu mənə günün digər saatlarında xatırladır ki, mən səhər bunu eləmişəm və bu mənə enerji verir. Yəni, belə rutinlər əlavə eləmək məncə faydalı olar. Bu video, yəni sizin üçün bu addımlar elə və scrollingdən uzaq duracaqsan, ekran saatın düşəcəyi videosu deyildi. Çünki belə bir şey mümkündürmü? Mümkündür, amma bir anda mümkün deyil. Hər halda indi bir çoxumuz xəbərləşmək üçün, danışmaq üçün sosial mediadan istifadə edirik. Bir söz soruşacağam, mesaj yazacağam deyə girdiyimiz o applərdə istəmədən bəzən vaxt itirə bilirik. Bir tərəfdən, yəni hazırda Yaprak Dökümünə baxıram və 2006-cı il serialıda orada smartfonların olmaması və günlərini otaqlarında keçirmələri, nə bilim, his falan keçirmələri o qədər qəşəng hiss elətdirir ki, məni. Yəni düzdür, serialdır, real deyil. Amma hər halda yəni reallıq payı var ki, 2006-da heç kimin belə smartfonları yox idi. Bu qədər sosial mediada vaxt keçirmirdilər. Amma bu da həm ilham verir, həm də izah edir ki, yəni bax gör insanlar yaşaya bilirmişlər. Sən də yaşaya bilirdin. Yeniyetməliyə girən ilk günündən telefonun olmayıb. Öncə də yaşaya bilirdin. Əvvəl elədiklərimi xatırlamağa çalışıram. Yəni bir növ yenə özümə qayıtmaqdan keçiriyor.
Çünki smartfonlarımız bizim həqiqətən kim olduğumuzu unutdurur. Məsələn 2 saat scrolling eləyirəm, amma 2 saat filmə baxmaq mənə vaxt itkisi kimi gəlir. Məsələn də dərsim var məni gözləyən. 2 saat filmə baxa bilmərəm. Nə danışırsan sən? İmtahan ayımdır. Mən imtahana hazırlaşıram. Amma qoy 2 saat scrolling eləyim. Və ya izlədiyimiz filmləri artıq TikToka görə seçirik. Janrlarımıza qərar verə bilmirik. Mən sevdiyim film janrını tapmağa çalışırdım 2023'də. Bu mənim yeni il arzum idi. Ancaq 2023'də də 24'də də tapa bilməmişdim. Nəhayət ki 2025'də tapdım. Necə tapdım? İzləyə-izləyə. Bir müddət həqiqətən filmləri izləyə bilmirdim. 1 saatda, 1 saat 50 dəqiqəlik filmləri 3 günə bitirirdim. Fikrim çox yayınırdı. Telefon əlimdə, filmə baxırdım. Buradan scrolling, buradan film. Dəhşət. Scrolling həmin an bizə xoş gəlir. Keyfsiz olanda enerjimizə müsbət təsir edə bilər. Amma mənfiləri də var. Enerjimizə təsir etməsi burada da özünü göstərir. Müsbət enerjimizi mənfi təsir etdirə bilər. Həmçinin yəni orada sadəcə eyni tip videolardan qarşılaşmırıq. Bir videoya gülürəm və o gülümsəmə üzümdə ola-ola sürüşdürürəm və çox kədərli bir videoya rast gəlirəm və beləyəm. Yəni, bu çox pis təsir eləyir. Və həmin videoları 10 dəqiqə sonra heç xatırlamırıq. Bütün bunların fərqindəyəm. Bunu düzəltmək istəyirəm. Amma bilirəm ki, bir anda olmayacaq. 2026 mənə bu cəhətdən çox gözəl gəlir ki, mən artıq o sanki o şirin xülyadan ayrılmışam. Və böyüməyin nə olduğunu anlamağa çalışıram. Böyüdüyümü iddia eləmirəm. Sadəcə böyüməyin nə olduğunu anlamağa çalışıram və çox az hissəsini anlaya bilmişəm. Scrolling həm də bizim bilmişəm. Başa düşürəm ki, mükəmməl olması üçün başlamalıyam. Məsələn, kitab oxumaqdır. Scrolling o qədər mənə təsir eləmişdi ki, dediyim kimi, həm film izləyəndə bir yandan əlimdə telefon, bir tərəfdə ekran, həm də kitab oxuya bilmirdim. Mən yeniyetmə vaxtı, yayda, 3 ay boyunca nə qədər kitablar bitirirdim. 300 səhifəlik kitabları 3 günə bitirirdim. Və bu çox gözəl xatirədir mənim üçün. Bəlkə başqaları üçün bu məni asosial eləyir, sıxıcı bir yay tətili kimi keçirilir. Amma o zövqü xatırlayıram, o kitabları hələ xatırlayıram. Mənə çox gözəl təsir edir. Yəni, nostalji yaşayanda mənim üzümü gülümsədən xatirələrdəndir. Mənə yaxşı gələn xatirələrdəndir. Amma elə ki, sosial mediadan daha çox istifadə etməyə başladım. Xüsusilə də TikTokdan, scrollingdən artıq yaylarımı elə də yaxşı xatırlaya bilmirəm. Çox az kitab oxumuşam. Oxuduğum kitablar da heç əvvəlki kimi yadımda qalmır. Və həm də oxu sürətimə də təsir eləyir. Əvvəllər 300 səhifəlik kitabı 3 gün oxuyurdum. Şimdi 300 səhifəlik kitabı az qala 3 aya ancaq bitirim. Bitirsəm nə yaxşı. Nə qədər kitabları yarım qoymuşam bu il. Ona görə də bu il təqribi 5 ya 6 kitab bitirə bildim. Maraqlı kitablar idi. Amma yarım qoyduğum kitablar da yenə deyirəm çox idi. 2026'da həm də yenidən o kitab oxumaq vərdişimə qayıtmaq istəyirdim. Və buna yenə dekabrdan başladım. Dekabrda artıq 2 kitab bitirdim. Yəni il boyu 4 kitab bitirib, dekabrda 2 kitab bitirmək bu ekran sürəsi ilə mənə böyük uğur kimi gəlir gözümə. Bunlar hamısı zaman olacaq proseslərdir. Bu fikirlər biraz qarışıq oldu. Yəni sadəcə bir mövzuda danışmadım. Amma ümumilikdə həm yeni ilə bağlı planlar barədə, həm də scrolling barədə, sosial media haqqında
demək istədiyim, dilə gətirmədiyim fikirlərimin ümumi yekunu budur ki, hər nə qədər ümumilikdə həyat yollarımız eyni başlayır, doğumla başlayır və ölümlə bitsə də, hər nə qədər hər birimiz məktəb, iş və ya ailə həyatı kimi periodlardan keçsək də, hamısı tamamilə eyni olmur. Bunlar hamısı necə fərqlidirsə, indi bizim vərdişlərimiz də fərqli olmalıdır. Sosial media buna da təsir edir. Bizim digər bütün vərdişlərimizi unutdurur və sadəcə bir vərdişimizi, scrollingə formalaşdırır və bizi bu cəhətdən eyniləşdirir. Bununla yanaşı scrolling eləyərkən, yəni gördüyümüz kontentlər də həmən oxşar olur. Scrollingimi yenə eləyirəm, ancaq mənə ilham verən səhifələr tapmağa çalışıram bu il. Hansı səhifələr ki, mənə həm Instagram, həm də YouTube üçün kontentimə ilham versin, güc versin, mənə yeni ideyalar qatsın, həm öyrətsin, həm də əyləndirsin. Bunun üçün siz də eyni səhifələri izləməli deyilsiniz. Yəni, heç sevmədiyim şey budur. Biri TikTok'da paylaşır ki, bu həftə scrolling yerinə tüketdiyim, izlədiyim videolar və ya oxuduğum məqalələr. Və bir var ki, sən öz maraq dairəfə uyğun birini tapmışsan, video çox xoşuna gəlib, soruşursan ki, nə maraqlıdır, mən də bunu izləmək istəyirəm. Bir də var ki, o scrolling eləməmək əvəzinə bunu eləyib, qoy mən də bunu eləyim. Gedirsən, açırsan və video sənin maraq dairəvə uyğun deyil, sənə maraqlı gəlmir. Əvəzində yenidən gəlib qaydırsan scrollingə. Ona görə hər nə qədər sizə kömək eləmək istəyirmiş kimi görünüb sizə maddələr sadalayan, şablon fikirlər verməyə çalışan, sizin yaxşılığınızı düşündüyünü iddia edən influencerların sayı çoxalırsa da, siz onlara inanmayın. Onların eyniləşmək qayəsinin ardınca getməyin. Bəzən mənim də başım qarışır, hamımızda olduğu kimi. Ancaq bu il bunu düzəltməyə çalışırıq. Bir anda olmayacaq, amma yavaş-yavaş düzəldə bilərik. İndi mən də bu videonu scrolling eləməmək üçün imtahan sonlarımı oxuduqdan sonra fasilə vermək üçün çəkdim. Bunu eləməsəm, yəqin ki, scrolling eləyərdim. Bu video hazırda 30 dəqiqədə gedir. Mən nəinki 30 dəqiqə, bəlkə 3 saatımı scrolling aparacaqdım. Ayılacaqdım ki, mənim suallarım qalıb, stres keçirəcəkdim, özümü pis hiss eləyəcəkdim. Ümid edirəm, bunu düzəldə bilərik. Hələ də gün sonunda, hələ də gün içində nə qədər produktiv olduğum halda gün sonunda scrollingi eləyirəm. Bu bir, mən bunu bitirdim, indi sıra sizdədir videosu deyil. Bu bir prosesdir və mən də istəyirəm ki, mənimlə birlikdə bu yolu addımlarsınız. Daha sonra mən ümid edirəm, arzu edirəm ki, həqiqətən buna müvəffəq olaram. Ciddi şəkildə ekran sürəmdə bir azalma görərəm. Amma hələ ki, yeni başlayıram, düzəltməyə çalışıram. Ancaq bu yeni başladığım yoldan sizə də biraz ilham olmaq, həm də sizdən də biraz dəstək almaq istəyirəm. Təbii ki, bu eyniliklər yeni ilə də təsir edir. Yeni il dekorlarımız, yeni il geyimlərimiz, arzular, hətta ən önəmlisi vision board. Vision board yenə mənim üçün edərkən həqiqətən o yeniyetməliyimə qayıtdığımı hiss eləyirdim, zövq verirdi. Bir şeylərlə uğraşmaq, telefonumdan kənar qalıb, əlimlə bir şeylər hazırlamaq və sonra onun hazır halını görmək, hər dəfə gördükcə də ona sərf elədiyim o vaxtı, enerjini xatırlamaq mənə çox gözəl təsir edir.
Bununla yanaşı, Vision boarddakı arzularımı hər gün görmək həqiqətən mənə xatırladır ki, mən bunu qoymuşamsa, indi mən gedib falan işimi görməliyəm. O birdən-birə olmayacaq. Yəni Vision board bu baxımdan mənfi təsiri yoxdur mənə. Xoş da gəlir. Ancaq yenə mənfisi oradadır ki, az qalır ki, oraya yapışdırdığımız şəkillərdə, arzularda eyni olsun. Bunlar, bu tip kiçik məşğuliyyətlər əslən necə də yenə bizim özümüzə qayıtmağımıza kömək olur. Vision board qururam. Burada nələri göz almalıyam? Planlarımı, arzularımı. Bunun üçün nə etməliyəm? Özümə biraz vaxt keçirməliyəm, düşünməliyəm. Mənim 2026 və gələcək illər üçün planım nədir? Arzum nədir? Nə etmək istəyirəm? Nəyə nail olmaq istəyirəm? Nə deyə bilərəm ki? Deyəcəklərim bu qədər idi. Bu videoda da mənimlə olduğunuz üçün, bura qədər izləmişsinizsə, sona qədər gəldiyiniz üçün sizə təşəkkür edirəm. Hər şey ürəyinizcə olsun. Yeni iliniz düşərli olsun. Ümid edirəm həyatınızda sizi anlayan insanlarla əhatələnərsiniz. Sadəcə bu il yox, hər zaman. Eləcə də özünüzü, ən çox özünüz daha yaxşı anlaya biləsiniz. Əgər bunun üçün mübarizə aparırsansa, hər sarılanı bu göksüyün qarşısındakı insanı sevmək və anlamaq bəzən çətin ola bilər. Ən əsası anlamaq. Ümid edirəm ki, bu il buna nail ola bilərsən. Yaradıcı bilirsənsə, ilham ala biləcəyin insanlarla əhatələnməyini. Ümid edirəm fikirlərin sadəcə fikir kimi, həvəs kimi qalmaz. Onları reallaşdıra bilərsən. Ən əsası sağlamlığınla sınanmayasan ki, bütün bunları eləyə biləsən. Hətta çox danışdığımız, peşman olduğumuz, giləyləndiğimiz bu scrolling üçün belə sağlam olmalıyıq. Scrollingin 70-80%-ni əhatə etdiyi rutinimizə sahib olmaq üçün belə sağlamlığımız necə önəmlidir. Ümid edirəm ki, sağlamlığımızla da sınanmadan, uğurla, xoşbəxtliklə, bizi anlayan insanlarla əhatəli, bol yaradacağımız, çalışacağımız və bunun nəticəsini görəcəyimiz, nailiyyətlərə çata biləcəyimiz il olar. Yenə bəzi şeylər uğursuz olacaq, amma ümid edirəm ki, bu bizə dərs, təcrübə olar. Bunu anlayarıq. Özümüzə qayıtdığımız və ya özümüzü tapdığımız, özümüzü kəşf etdiyimiz, özümüzlə barışıq içində olduğumuz bir il olar. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək hələlik.